Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Bu günləri Allahın iziyle, gücü ve kuvvetiyle Kur'an silsilə dərslərimizdən Əli İmran suresini götürəcəyik. Allahın iziyle. Necə ki, kitab haqqında məlumatınız var. Əvvəlu mərrətin ətədəbbərül Qur'an. İlk dəfədir ki, Kur'an'ı tədəbbür edirəm kitabından. Artıq biz Fatihə suresini götürmüşük, elhamdülillah. Sonra Əl-Bəqara suresini götürmüşük. Bu günləri Allahın iziyle Əli İmran suresini götürəcəyik. Əli İmran suresi Mədinə şəhərində nazil olmuşdur. Ayetlərin sayı 200 ayətdən ibarət. Əl-Bəqara suresi 286 ayetidir. Əl-İmran suresi ise 200 ayədən ibarətdir. Bu birinci payda. İkinci payda bu adın, bu surenin daha doğrusu adları var. Bu adlardan da ikisini götürəcəyik. Surenin adından göründüğü kimi Əli İmran, yani İmran'ın aləsi. İkinci ad da Əz-Zahra. Adlarından ikisini öyrənəcəyik və adların da mənasını öyrənəcəyik. Deməli, birinci adın mənası Əli İmran müəllif buyurur ki, rəhməhullah, لأن هذا البيت المبارك كان رمزا للثبات والصلاح وخدمة الدين. Bu ad nəyə görə bu cür adlandırılıb? Nəyə görə Əli İmran adlandırılıb? Müəllif buyurur ki, çünki bu mübarək ev sabitliyin, islahın və dinə xidmətin bir rəmzi olmuşdur. İmranın aləsi. İmranın aləsi, yani haqqında öyrənəcəyik Allahın iziyle. Allah subhanahu wa ta'ala elə bu suranın 33. ayəsində buyurur ki, doğrusu Allah Adəmi, Nuhu, İbrahim nəslini və İmranın aləsini seçib aləmlərdən üstün etdi. Bir neçə ayət oxuyacağım. 33'dən 40'a kimi inşallah ki. Və bu ayətlərin də ətrafında Allahın iziyle dayanacaq. Allah subhanahu wa ta'ala İmranın əhlini seçmiştir. Necə ki, başqa peyğəmbərləri seçmiştir. Yer gəlmişkən İmran, Məryəm aleyhissalamın atasıdır. Və İmran nəbi deyil, peyğəmbər deyil. Allah subhanahu wa ta'ala o aləni seçib bütün insanlardan üstün etmiştir. Tekrar okuyorum. Doğrusu Allah Adem'i, Nuh'u, İbrahim'in neslini ve İmran'ın ailesini seçip alemlerden üstün etti. Dedi ki İmran kimiydi? Meryem aleyhisselamın atasıydı. 34'te buyurur ki Allah subhanahu wa ta'ala, onlar biri digerinden olan hənif bir nesil idiler. Allah her şeyi eşidendir, her şeyi bilendir. Devam ederek. Bir zaman İmran'ın zövcəsi demişti. Fikir verin subhanallah, bu ailənin Allah katında olan değerine. Bu ailə hansı gözəlliklərə malik olmuştu. Bir zaman İmran'ın zövcəsi demişti. Ey Rəbbim, mən bətnimdəkini sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. İmran'ın yoldaşı, Meryem aleyhisselamın anası hamile olanda Allah'a dua edir. Deyir ki, Allah'ım, bətnimdə olanı sənin üçün xidmətçi olaraq nəzir etdim. Amma bilmir ki, oğlandı yoxsa qızdı. Bu nöqtələrə fikir verin, subhanallah. Nöqtələr olduqca əzəmətli nöqtələrdir. Həqiqətən Allah'ın kitabı insanların qəlbləri üçün nurdur. O qəlblər ki, orada nədir? İman varsa. Deməli, bir zaman İmran'ın zövcəsi demişti, ey Rəbbim, mən bətnimdəkini sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. Bu nəziri məndən qəbul et. Əslində, burada hər cümlənin üzərində dayanmaq lazım. Sadəcə olaraq vaxta görə nədir? Dayanmır. Fikir versin, subhanallah. Qadın nəzir edir bətnimdəkini. Şərt, söhbət ondan getmir ki, bunu mən nəzir etdim. Xeyr. O nəydən qorxurdu? Niyə görə deyir ki, məndən qəbul et? Məryəmin anası nəyə görə deyir ki, məndən qəbul et bunu? Allah subhanahu teala buyurur ki, İnnəmə yətəqabbəlullahu minəl muttaqin.
Maide suresinde səhv eləmirəmsə, Allah Subhanahu taala buyurur ki, Allah müttəqi olanlardan qəbul edir. Onlar əməldən qorxmurlar, əməl etməkdən qorxmurlar, əməl edirdilər. Lakin əməlin qəbul olması sual altındadır. İnnəmə yətəqabbalullahu minəl muttaqin. Bu ayəti unutmaq lazım deyil. Bunları, bu ayəti sırq etmək lazım. Allah həqiqətən müttəqi olanlardan qəbul edir. İndi birinci biz gərək müttəqi olaq, sonra əməllər bizdən qəbul olunsun. Şərtlə fikir versiniz, Allah Teala deyir ki, Allah müttəqi olanlardan. İndi biz əməllər edirik, biz müttəqiyik. Bu sual altında deyil mi? Gərək biz birinci müttəqi olaq ki, hətta Allah Subhanahu taala bizdən nədir? Qəbul etsin. Buyurur ki, bu nəziri məndən qəbul et. Həqiqətən sən eşidənsən, bilənsən. Başqa bir payda. Deyir ki, Allaha Subhanahu taala bunu məndən qəbul et. Sən eşidənsən və bilənsən. Bu nəyə iddia edir? Allahın ad və sifətlərini. Allahın ad və sifətləri ilə Allah yaxınlaşır. Duanın da nədir? Tərifi var arasında. Nə gözəl olar ki, nəyi istəyiriksə, o adına çağıraq. Allahdan dilərəm ki, Allah Teala bizləri xeyirlərə müvəffəq etsin. İnşallah ki, mən gələcəkdə Allahın izni ilə belə bir fikir var ki, Allahın adlarının mənalarını götürəcək inşallah. Silsilə dərslər, bu dərslər kimi inşallah. Sırf orada Allahın adlarının mənaları keçəcək inşallah. Yeni şəkildə Allahın izni ilə. Yəni, Ar-Rahman adı nəyə dəlalət edir? Rahim adı, Razzaq adı inşallah birdən 99'a kimi inşallah. Fikir verdiniz burada Meryem'in anası deyir ki, sən eşidənsən, bilənsən. Niyə görə bu cürünə gəldi? Bu dərsdə inşallah bunun haqqında çoxlu məsələlər olacaq. Eşidənsən, bilənsən. Yəni bir mənada burada çağırış var. Çağırışa da icabət lazımdır. Fikir verirsiniz? Demədik ki, sən görənsən, bilənsən. Demədik ki, sən ruzu verənsən, bilənsən. Xeyr. Siz deməyin, bunlar münasib deyil. Tənəsubul əyət, inşallah gələcək burada, İslam dinində ən ağır fənlərdəndir. Tənəsubul əyət nə deməkdir? Ayətlərin sonları niyə görə bu cürünə bitir? Misal üçün, niyə görə belə bitdi ki, sən eşidənsən, bilənsən. Həşə, bu əbəs yerədir. Xeyr. O dua etdi, Allaha dua etdi, elə deyil mi? Dedi ki, Allahım, sən eşidənsən və bilənsən. Eşidənsən, çünki duamı cavablandıracaqsan və bilənsən. Halımdan xəbərdarsın. Subhanahu Teala. Şüursiz Rəbbiləri necə tanıyırdılar? Sonra davam edirik. Buyurur ki, nəhayət bari həmlini yerə qoyduğu zaman dedi, ey Rəbbim, mən qız doğdum. Halbuki Allah onun nə doğduğunu yaxşı bilirdi. Axı oğlan qız kimi deyildir. Fikir verirsiniz, subhanallah. Öyle fikirləşirdi ki, oğlan olsun, amma Allah ona qız verdi. Və leysə zəkəru kəl unsə. Oğlan qız kimi deyil. Mən onun adını Məryəm qoydum. Onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı sənə həvalə edirəm. Allaha tapşırıram. Bunlar əslində hamısı nədir? Bunlar əslində o insanların qəlbində olan tövhiddən xəbər verir. Rəbbi Məryəmi gözəl tərzdə qəbul etdi. Onu gözəl bir bitki kimi yetişdirdi. Və ona baxmağı Zəkəriyyəyə tapşırdı. Sual, Zəkəriyyə kim idi? Zəkəriyyə ilə Məryəm əleyhissalam arasında nə əlaqə var idi? Əhsən. Zəkəriyyə əleyhissalam Məryəmin xalasının yoldaşı idi. Xalasının nədir? Yoldaşı idi. Fikir verin bura. Allah Subhanahu deyir ki, Allah Məryəmi gözəl şəkildə qəbul etdi və onun baxılması üçün Zəkəriyyə əmr etdi. Ki, bu uşağa sən bax. Məryəmə. Zəkəriyyə hər dəfə Məryəmin yanına mehraba daxil olduqda onun yanında ruzu olduğunu görürdü. Nəhayət o, ey Məryəm, bu sənin üçün, bu ruzu sənin üçün haradandır? Təfsirlərdə keçir ki, İbn Kəsir deyir ki, rahimehullah, yayda qış meyvələri, qışda da yay meyvələri tapırdı. Bunları görəndə təəccüblənirdi. Yəni qışda necə yay meyvəsi olur? Yayda nədir? Qış meyvələri. Deyir ki, ənnə ləki hədə qalət huva min indillah. Bunlar sənə hardandır? Deyir ki, bunlar mənə Allahdandır. İnnəllahə yərzuqu mən yəşə. Allah istədiyini istədiyi şəkildə ruzuləndirir Subhanahu Teala. Başqa bir sual. Ola bilərmi ki, peyğəmbərlər də təsirlənirdi? Siz rast gəlmişsiniz, peyğəmbərlər digər peyğəmbərlərdən və yaxud peyğəmbərlər digər salih insanlardan təsirlənirdi. Cavab olar əlbəttə.
Subhanallah, mücərrəd olaraq Zəkəriyya aleyhisselam görəndə ki, Məryəmin yanında yayda qış meyvələri, qışda da yay meyvələri, fikir verin, Zəkəriyya aleyhisselamın evladı olmurdu. Evladı olmurdu və yaşlaşmışdı. Yoldaşı da gələcək ayətlərdə sonsuz idi. Baxın, özür istəyirəm ağsaqqallardan, qadının dünyaya uşaq gətirmək müddəti var. Deyək ki, filan bir yaşa gəlib çatdıqda nədir? Artıq qadın dünyaya uşaq gətirə bilmir. Bir bu var. Bir də aqira keçir ərəb dilində. Aqira yəni bir mənada uşaqlığından, gəncliyindən nədir? Dünyaya uşaq gətirə bilmir, sonsuzdur. Kim çatıra bilirəm? Bir və qadın dünyaya uşaq gətirir, artıq bir yaşa gəlib çatdıqda dünyaya uşaq gətirə bilmir. Bir də nədir? Belə ailə Qurandan bəri nədir? Sonsuzdur. Zəkəriyyə də nə idi? Aleyhisselam yaşlaşmışdı, evladı olmurdu. Allahu Akbar. İşgəl, problem qadındaydı, kişidə deyildi. Vallahi deyirəm, burada məsələlər var. Qəlbləri parçalayır, la ilahe illallah. O peyğəmbərlər necə ailələrinə qarşı, necə Allaha qarşı birinci, ədəbli, əxlaqlı, ailələrinə qarşı. Görəcəksiniz burada. Fikir verin, Zəkəriyyə aleyhisselam görəndə ki, bu əhvallar Məryəmin yanında, mihrabda, Hunəlikə da'a Rabbə. Yəni, elə o zaman neynədir Zəkəriyyə aleyhisselam? Dua elədi. Burada təfsir alimlər nə deyir? Deyir ki, Zəkəriyyə aleyhisselam deyirlər ki, rahiməhullah, təsirləndi Məryəmin yanında olan o əhvalatlardan. Madam ki, Allah qadirdir ki, yayda qış meyvəsinə, qışda da yay meyvəsinə, mənə də Allah subhanətə evlat verməyə qadirdir. Elə deyil mi? Baxın, elə orada da Zəkəriyyə Rəbbinə dua edib dedi, ey Rəbbim, öz tərəfindən mənə pak bir nəsil bəxş et. Şübhəsiz ki, sən duaları eşidənsən. Neyini edirlər? Dua edirlər, sonra Allahın sifəti ilə təvəssül edirlər. Hansı sifətindən sən duaları qəbul edənsən? Rəbbiləni tanıyırlar axı. Zəkəriyyə mihrabda durub namaz qılarkən, mələklər ona belə xitab etdilər. Allah səni Allah tərəfindən olan kəlməni təsdiq edən qövmünün ağası, sifətlərinə baxın, elə bir evlad verəcək. Təkrar edirəm. Allah səni, ey Zəkəriyyə, Allah tərəfindən olan kəlməni təsdiq edən qövmünün ağası, nəfsinə hakim və əməl salihlərdən bir peyğəmbər olaraq Yahya ilə müjdələdi. Allahu Akbar. Yahya İsa aleyhisselamla xala olurlar. Deməli, Zəkəriyyə kimin? Məryəm aleyhisselamın xalasının əri düzü. Allah ona Yahyanı verdi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Meyraca qalxanda peyğəmbərlərlə görüşmüşdü. İbrahimlə, Nuhla, Musa ilə, İsa ilə. Deyir ki, göyün bir qatında, hansı ki peyğəmbərlər onu qarşılayırdı, gördüm ki, bir qatında Yahya ilə İsa ikisi orada bir yerdəydi. Hansı ki, hər qatda bir peyğəmbər var idi, amma bir qatı var idi ki, Yahya ilə İsa aleyhisselam ikisi bir yerdəydi. Onlar necə qohumuydular? Xalaoluydu. Yaxşı, Allah ona xəbər verəndə ki, səni bu cür sifətlərlə vəsf olmuş bir oğlan uşağı ilə müjdəliyirəm. O dedi, ey Rəbbim, baxın bura. Bəyana dedik biz. Dedik, yəni uşaq olmamaq kişiyə görə idi, yoxsa qadına görə? Qadına görə, subhanallah. Subhanallah. Kişinin peyğəmbərin yoldaşına qarşı əxlaqına fikir versə ədəbinə. O dedi, ey Rəbbim, qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər? Əslində, nə eləməli idi? Deməli ki, ya Rab, yoldaşım dünya uşaq gətirə bilmir, necə mənim evladım olsun? Onu demir. Deyir ki, qocalıq məni haqladığı vaxt. Problemi hara qaytarır? Özünə. Əslində amma nə idi? Qadında idi problem, düzdür, uşaq dünyaya gətirə bilmir. Aqira yəni nə deməkdir? Ərəbində deyil, sonsuz. Buna baxmayaraq, elm əhli deyir ki, necə ədəbli idi yoldaşına qarşı. Yəni yoldaşı, bu söz yoldaşı deyiləndə biraz yaxşı olmaz da. Film satıra bilərəm, yoldaşı pərt olar ki, mənim uşağım olmur. Mənim üzümdən bu uşaq olmadı, mənə görə. Yəni bu qadının qəlbinə dəyməsin deyə Zəkəriyyə aleyhisselam eləmədi. Dedik, qocalığa deyil, çatdığım vaxt deyil, necə də mənim uşağım olacaq. Üstəlik yoldaşın da bu vəziyyətdədir.
Məfhum oldu da bu. Ümid edirəm ki, bu nədir? Məfhum oldu, elhamdülillah. Allah buyurdu, elədir, lakin Allah istədiyini edir. Subhanallah. Allah üçün nə çətindir ki? İzə qada əmran və innəmə yəqulu ləhu kun fəyəkun. Allah bir işin olmasına yalnız ol deyir. O da nə deyir? Dərhal olur. Deməli, bu birinci adın mənasıydı. Əli İmran. İmranın ailəsi. Sonra ikinci adı Əz-Zahra. Müəllif buyurur ki, لأنها تنير الطريق للسالكين إلى الله مع سورة البقرة. Niyə görə Əz-Zahra adlandırılıb? Çünki o Allah yolunda gedənlər üçün yolu ışıqlandırır Bəqara surəsi ilə bərabər. Xatırlayırsınız, Bəqara surəsində götürəndə onların da bir adı nə idi? Bəqara surəsində bir adı Zəhra idi. Deməli, Əl-İmran da Əl-Bəqarada ikisi də nədir? Hər ikisinin də adlarından Zəhra keçir. İki dənə faydanı götürdük indiyənə kimi. Hansı idi? Surə Mədinədən nazil olub, ayətlərin sayı 200-dən ibarətdir. Adlarının mənalarını öyrəndik. Əl-İmran nəyə görə adlandırılıb? Müəllif buyurur ki, rahiməhullah, təkrar olaraq. Çünki bu mübarək ev deyildikdə nəyi nəzərdə tuturduq? İmran evi. Mübarək ev sabitliyin, islahın və dinə xidmətin bir rəmzi olmuşdur. İkinci də, yəni doğru yolda gedənlər üçün ışıqlandıran bir yoldur. Üçüncü fayda, Peyğəmbər sallallahu aleyhi ve sellemin bir hədisi var. Yəni, bu surənin fəziləti haqqında. Mimmə cəə fi fadlihə. Surənin fəziləti haqqında Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, İsmullahil azam fi həteynil əyəteyn. Deyir ki, Allahın ən uca ismi bu iki ayədədir. Bu iki ayədə. Yəni, Allahın isimlərindən iki ad. Ən əzəmətli, ən uca adlardandır. İki ayəni gətirib burada müəllif. Birincisi Əl-Bəqara surəsinin 163-cü ayəsində Allah Subhanahu taala buyurur ki: "Və ilahukum ilahun vahid, la ilaha illa huvar-rahmanur rahim." Sizin ilahınız tək olan Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mərhəmətlidir, rəhimlidir. Birinci ayədə hansı adlar idi? Ən uca adlar? Yox. Ar-Rahim, Ar-Rahman və Ar-Rahim. Ar-Rahman, Ar-Rahim. La ilahe illa huvar-Rahmanur rahim. Hədislərdə keçir. İkinci ayədə isə Əl-İmran surəsinin ikinci ayəsində Allah Teala buyurur ki, Allahu la ilahe illa huvel-hayyul qayyum. Burada da nədir? El-hayy vel-qayyum. Əslində mən fikirləşirdim ki, bu dərs əsnasında bu adlara toxunam. Sadəcə olaraq biraz öncə dediyim kimi Allahın izni ilə bu vaxtda dərslər olacaq. Müstəqil inşallah. Allahın adı və sifətləri haqqında, orada mənaları haqqında inşallah onları götürəcəyik. İkinci ayənin mənasında Allah Teala buyurur ki, Allah özündən başqa haqq məbud olmayandır, əbədi yaşayandır, bütün yaradılanların qayyumudur. Deməli, biz Allahın ən əzəmətli adlarından olan iki ad, Ar-Rahman, Ar-Rahim, Ar-Rahman, El-Hayy və El-Qayyum. Bunları da öyrəndik. Üçüncü faydan, düzdür? Sonra dördüncü fayda, Əl-İmran surəsinin son 10 ayəsi haqqında. Əl-İmran surəsinin son 10 ayəsi haqqında. Bu dördüncü fayda deyilmi? Bir gün Əli Bilal radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi ve sellemin yanına gəlib fəcr namazında azan verməyə. Bir an buranı gözümüzün qabağına getirək, barakallahu fikum. Gəlir görür ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ağlayır. Gəlib ki, neynəsin, azan versin. Görür ki, Allah Nəbi sallallahu aleyhi ve sellem ağlayır. Deyir ki, ya Resulullah sallallahu aleyhi ve sellem, nədir sən ağladan? Baxın, məgər sənin keçmiş və gələcək günahların bağışlanmayıb mı? Nəyə ağlayırsın? Resul sallallahu aleyhi ve sellem deyir ki, nə cür deyir, ağlamayım. Nə cür ağlamayım ki, bu gecə mənim üzərimə bu ayətlər nazil olunub. Siz deməyin, bu ayətlər nədir? Allah Nəbi sallallahu aleyhi ve sellemi göz yaşına qərq etmişdir. Sallallahu aleyhi ve sellem. Ümumi olaraq, haşiyə çıxın bura qaydacam. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, Şeyyəbətni, Suratul Hud. Deyir ki, Hud surəsi və onun mislində olan surələr saçlarıma və saqqallarıma dən saldı. Bilsin nə deməkdir? Saçlarıma və saqqallarıma ağartdı. Surətin əzəməti, Allahu Akbar. Surələrin əzəməti. İnnə sənulqi aleykə qavlən səqilə. Allah buyurur ki, səni deyir, ağır yüklə yükləyəcəkdir.
İnnə sənulqi aleykə qavlən thaqila. Səni deyir, ağır bir yüklə yükləyəcək. Ağır yük nədir? Vahiy. Vəhiy nədir? Ağır yükdür. Allah Peyğəmbərə deyir sallallahu aleyhi və səlləm. Ona görə ki, Hud surası, indi baxın ki, subhanallah, Hud surasının içində nə qədər ayətlər var. Əzəmətli ayətlər ki, bunlar Peyğəmbərə nazil olanda saçlarını və saqqallarını ağartmışdı. Sallallahu aleyhi və səlləm. Bizlərdən də birimizin üzərimizə düşən nə olar? Sizə ən azından o surəni əzbərləməsək də, sonrası oxuyaq onu, tərcüməsini. Görək Hud surasında nələrdən bəhs olunur. Orada Peyğəmbərlərin həyatlarından bəhs olunur. Və həmsinin onun mislində olanlar, yadıma düşənlər Nəbə surası, Vaqiə surası, Nəbə surası, Vaqiə surası, Əl-Haqqa surası. Bu surələr nədir? Onun mislində olan surələr. Deməli, Peyğəmbərin yanına sallallahu aleyhi ve sellem yanına gəlir Bilal radiyallahu anhu. Görür ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ağlayır. Deyir ki, ey Allah Resulü, sən nədir ağladan? Deyir ki, nə cür ağlamayım ki, bu gecə mənim üzərimə bu ayətlər nazil olunmuşdur. Hansı ayətlərdir? İnnə fi xalqis səməvati vəl-ardı və ixtilafil leyli vən-nəhər ləayətin liulil əlbəb. Ləayətin liulil əlbəb. Həqiqətən göylərin və yerin yaradılışında gecə ilə gündüz biri-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. 190-dan başlayır 200-cü ayətə kimi. Deməli, 190-dan 200-cü ayətə kimi bu ayətlər nazil olmuş Peyğəmbərə sallallahu aleyhi ve sellemə. Siz demin ilə ona görə də o fəcr namazında ağlayırdı ki, sallallahu aleyhi ve sellem, nə cür olsun ki, ağlamayım. Sonra burada fikir vereyim, buyurur ki, sallallahu aleyhi ve sellem, vay olsun o kəsin halına ki, onu oxuyar, amma barəsində düşünməz. Bu bilsin nə deməkdir? Əslində belə təbiri doğrudursa, Peyğəmbər sallallahu aleyhi ve sellem bədduası var. Deyir ki, vay olsun deyir o insan halına deyir. Allah korusun. Bu ayətləri oxusun və təfəkkür eləməz. Ayətləri oxuyanda təfəkkür etmək lazım. Tədbir etmək lazım. Elə bizim məqsədlərimizdən də biri budur ki, Allahın izni ilə bu kitabı götürməkdə Allahın kitabı haqqında məlumatımız olsun. Bilirsiniz, özür istəyirəm, bəlkə biraz göbul səslənir. Bizim Allahın kitabı barəsində məlumatımız sıfırdır. Sıfır həqiqətən. Kimsə deməsin, məndə 1%, 2%. Sıfır, subhanallah. Axı, Allah kitabı ona mı görə nazil edib? Allah kitabı nazil edib ki, insanlar oxusunlar, hidayət olunsunlar. Bu kitab hidayət kitabıdır. Allahın kitabı. Yəni, kimin hidayətində problemlər varsa, mütləqdir ki, onun nədir? Qurandan nə qədər uzaqlığı var. Allah bizləri islah etsin, bağışlasın. Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, vaylun limən qara'əhə və ləm yətəfəkkər fiyhə. Vay olsun deyir o kəsin halına ki, oxusun deyir bu on ayəti və onu fikirləşməsin, təfəkkür etməsin, tədbir etməsin. Əfələ yətədəbbərunəl Qur'an əmə alə qulubin əqfəluhə. Allah Teala Muhammed surasında buyurur ki, heç deyir onlar deyir Quranı deyir tədbir etmirlər, yoxsa qəlblərində qıpıl mı var? Allah korusun. Yəni Quranı təfəkkür etməmək, tədbir etməmək nə yaparır? İnsanın qəlbinin bağlı olmağına. Neçənci fayda oldu? 4. Təkrar edək mi? Birinci nə idi? Həm də bizdə biraz diqqətimiz burada olsun. Barakallahu fikum. Birinci fayda oydu ki, surə Mədinədə nazil olub, ayətlərin sayı 200 ayədən ibarətdir. İkinci fayda adları və onların mənaları. Üçüncü fayda Allahın ən iki əzəmətli adlarını öyrəndik. Onlar da Ar-Rahim, Ar-Rahman, Əl-Hayyu, Əl-Qayyum. Əl-Hayyu vəl-Qayyum. Sonra dördüncü fayda Bilal radiyallahu anh'ın bu his qıssasını, hansı ki Əl-İmran surəsinin son 10 ayəsinin nazil olması. Sonra barakallahu fikum surənin əvvəli ilə axırının biri-birinə uyğun gəlməsi. Surənin əvvəli ilə axırının biri-birinə uyğun gəlməsi. Burada olduqca böyük faydalar var. Bura fikir verin, barakallahu fikum. Burada 3 tane məsələ var. Məsələləri oxuyacağım, sonra inşallah onların haqqında da şərh olacaq. Surə dində sabit qalmaq üçün dua ilə başlayır. Dində sabit qalmaq üçün dua ilə başlayır. Yaxşı, bir götürək. Yəni, bu ayətdə keçir ki, bu surənin önündə birinci səhifədə keçir ki, La ilahe illallah. Rabbena la tuzigh qulubana ba'da iz hadaytana və hab lana min ladunka rahmə innaka entel vahhab. Belə bir dua var burada. Biz dedik ki, ayətlərin biri-biri ilə nədir? Bağlılığı var. Yaxşı, kimlərdir bu duanı eləyənlər? Deyirlər ki, ey Rəbbimiz, irəlilədikdən sonra bizi geriləməkdən qoru və bizə özünün dərgahından, özünün qatından
rəhmət bəxş elə. Həqiqətən sən rəhmət bəxş edənsən. İnnəkə entəl vahhab. Yer gəlmişkən əl-vahhab nədir? Bəxş edən deməkdir. Quran-ı Kərimdə 3 yerdə keçir. Ənkabut surəsində, Əl-Ənbiya surəsində və Əl-İmran surəsində. Səhv eləməmsə inşallah. Deməli, kimlərdir bu duanı edənlər? Bu duanı kimlər ediblər? Və niyə görə ediblər? Elə deyil mi? Maraqlı, düzdür. Niyə görə bu duanı ediblər? Dedik ki, ayətlər bir-biri ilə bağlılığı var. Siz deməyin, bundan öncəki ayətdə, baxın ayətə, Allah Teala buyurur ki, kitabı sənə nazil edən odur. Kitabı sənə nazil edən odur. Yəni Allah. O kitabın bir qismi hər kəsin başa düşdüyü möhkəm ayələrdir. Kitabı sənə nazil edən odur. O kitabın bir qismi hər kəsin başa düşdüyü möhkəm ayələrdir ki, bunlar kitabın anasıdır. Möhkəm ayətləri Allah Subhanahu taala kitabın anası adlandırıb. Digərləri isə müstəsna insanların başa düşdüyü mütəşabih ayələrdir. Fikir verin bura. Qəlblərində əyrilik olanlar, nə fəsad törətmək və istədikləri kimi yozmaq məqsədi ilə mütəşabih ayələrin ardınca gedənlər, halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Bura dönürəm, fikir verin, barakallahu fikum. Qəlblərində əyrilik olanlar, nə edirlər? Fitnə, fəsad törətmək və istədikləri kimi yozmaq məqsədi ilə mütəşabih ayələrin ardınca gedirlər. Siz deməyin, bunları möminlər görəndə, indi gələcək o möminlər, dində rasix olanlar, elm sahibləri, bunu görən kimi, deyiblər ki, subhanallah, bu nə haldır? Allah bizi bu haldan qorusun. Fikir versiniz, qəlblərdən söhbət getdi, elə deyilmi? Onlar nə ediblər? Rabbənə lə tuzigh qulubənə. Ey Rəbbimiz, qəlblərimizi irəlilədikdən sonra geriləməkdən qoru. Fikir versiniz, ayə tələb etməyib. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər. Dərin biliyə malik olanlar, dində rasix olanlar. Biz ona iman gətirdik. Hamısı Rəbbimiz tərəfindəndir. Bunu görən kim nədir? Bu cürə dua ediblər. Ağı sahiblərindən başqa heç kəs bunu dərk etməz. Heç kəs bunu dərk edə bilməz. İndi dedik ki, niyə görə bu duanı ediblər dində rasix olanlar? Cavab nə idi? Onlar gördülər ki, qəlblərində zeyğ olanlar, xəstəliklər olanlar, Allah qorusun, nə edilər? Bu hala düşdülər. Mütəşabih ayətlər götürdülər. Nə fəsad etmək üçün özlərinin havalarına uyğun olsun deyənə gözdular, düzdür? Onları da dində rasix olanlar gördülər. Bu hala düşməmək üçün dedilər ki, Rabbənə lə tuzigh qulubənə bə'də iz hədeytənə və həb lənə min lədunkə rəhmə innəkə entəl vahhab. Uzuna dua etdilər. Bu nə idi? Birinci məsələ idi. Surə dində sabit qalmaq üçün dua ilə başlayır. Surə ilə başlayır. Birinci səhifədən söhbət gedir, elə deyilmi? Bu ayə birinci səhifədədir. Və surə dində sabit qalmağa əmr etməklə sona çatır. Siz demin birincidə dində sabit qalmaq üçün Allaha dua var. Surənin sonunda da axırıncı səhifəsində nə var? Dində sabit qalmağa əmr etməklə sona çatır. Allah Teala buyurur ki, ya eyyuhellezine amenu sabiru ve sabiru ve rabitu. Ayətdə Allah Teala buyurur ki, ey iman gətirənlər, səbr edin. Düşmən qarşısında dözümlü olun. Növbə ilə keşik çəkin və Allahdan qorxun ki, nicat tapasınız. Burada Allah Subhanahu taala nədir? Səbirli olmağı və möhkəm olmağı əmr etdi. Sabit qalması üçün insanın. Sonra barakallahu fikum, sonra buyurur ki, və zəlikə li'anna du'a min əhəmmi vəsail. Bu isə ona görədir ki, dua Allahın bizə əmr etdiyi din yolunda sabit qalmağın ən mühüm vasitələrindən biridir. Deməli, bunların hamısı nə ilə hasil olunur? Allaha dua etməklə. Allaha dua etməklə. Allahdan istəməklə. Vallahi sizə bir məsələni deyəcəm. Bəzən olur ki, subhanallah, Allah subhanət hələ bilərəkdən öz qulunun səsini eşitmək üçün qul o qədər qafillik baş verir ki, bu hallar hasan baş verir? İnsanda arxanilaşma baş verir. Yemək olur, içmək olur, maşın, ev, eşik, hər şey var. Artıq bu vəziyyətdə insan dua edə bilmir, dua etmir, daha doğrusu. Onda hər şey var. İnsan həcət sahibi olanda, ehtiyat sahibi olan nədir? Dua edir, elə deyilmi? Bəzən olur ki, insan, subhanallah, elə vəziyyətə gəlib çatır ki, bir həftədir səcdə dua eləmir. Allah bu haldan qorusun.
Vallahi Allah bu haldan qorusun. Bir həftə səcdədə dua eləməmə bilsin nə demək? Bu o deməkdir ki, mənim heç nəyə ehtiyacım yoxdur. Subhanallah. Hətta sən hər şeyin olsa belə. Sənin hidayətə ehtiyacın yoxdur. Bu yol üzərində sabit qalmağa ehtiyacın yoxdur. Nə badə bizlərdən birimiz hər gün ən azından sünnət namazlarında ən azından bir dəfə də olsa belə Allaha dua etmək. Vallahi ki, dua müminin silahıdır. Allah Subhanahu teala insanı bəzən elə hallara salır ki, onun səsini eşitmək istəyir. İşlər elə qarışır ki, bəzən görürsünüz ki, subhanallah. İnsan deyir ki, Allahu Akbar, ya Rab, bunu mən bacarmayacağım. Elə ağır məsələlərlə insan rastlaşır ki, həyatda, elə deyilmi? Mən sizə bunları danışıram. Yəqin siz bunları da görmüşsünüz, yaşamısınız. Bəzən olur ki, elə məsələlər olur ki, insan fikirləşir ki, subhanallah, ya Rab, beynim çatdırmır. Mən bunu bacarmayacağım. Mənə yardım et, ya Rab. Elə Allah da subhanahu teala bu cürə hala salır ki, bəzən qul Allaha dönsün. Allaha qayıtsın. Fikir verdiniz, möminlər necə dua elədilər orada? Dində rasix olanlar. Dində rasix olanlar kimlərdir? Alimlər, elmən. Rabbənə la tuzigh qulubənə. Allahım, irəlilədikdən sonra geriləməkdən bizi qoru. Belə bu duanın bizim özümüzün ehtiyacımız yoxdurmu? Birdən sual verirsə ki, bu duanı eləmək olar mı səcdələrdə? Bəli. Ayətlərdən keçir ki, bəzi ayətlərdə dua formasında gəlir. Məsələn, Rabbənə ətinə fid dunya həsənə və fil axirəti həsənə və qina azəbənnar. Bu duanı Əl-İmran surəsində keçən, bu Bəqərə surəsində keçən duanı dua etmək Allaha, Allah Subhanahu taala'nın dinində sabit qalmaq üçün. Çoxlu şəkildə, mükəmməl şəkildə. Yer gəlmişkən dua haqqında bir dənə məsələni xatırladım. Allahdan dilərəm ki, Allah Teala özüm üçün də faydalı etsin, sizlər üçün də. Dua edərkən, duanın ədəbləri var. Hansılar idi? Allah'a tərif etmək. Nə badə özün üçün duaya başlamayasan. Həmişə nə edəcəksən? Səcdəyə başını qoyan kimi Allah'a tərif etmək. 10 dəqiqə, 15 dəqiqə dua edəcəksənsə 10 dəqiqə. 8 dəqiqəsin, 7 dəqiqəsin Allah'a tərif elə. Nə xoş o insanlarla, Allahu Akbar. Allah Teala bizlərə nəsib eləsin. Allah'a tərif etmək bilsin nə deməkdir? Nə cür, nə yaxşı. Mən bilmirəm Allahın adlarından, sifətlərindən. Bildiyimiz kimi. Allahım, ya Rabbi, əzəlisən, əbədisən, mərhəmətlisən, qudrətlisən, kainatın sahibisən, gecəni gündüzə qatırsan, gündüzü gecəyə qatırsan, ölüdən diri çıxarırsan, diridən ölü çıxarırsan. Bunlar Allahın şəhənə tərif deməkdir. Allahı mədih eləməkdir. Allahümə ya Rab, heç bir şey sənin izin olmadan olmur. Ya Rab, Allahı tərif elə. Hətta qəlblərimiz kövrəlib, gözlərimiz kövrələnək, titrəyənək. Bu hal baş versə, xoş o insanların halına. Qəlblər nədir? Rəhsin, gözlər yaşarsın. Səcdədə. Allah'a tərifdən sonra Muhammedə sallallahu aleyhi ve sellem və bütün peyğəmbərlərə salavat demək. Sonra insan özünün halını etiraf etməsi, neçə oldu? 3. Allahım, halımı səndən başqa için bilmir, ya Rab. Həqiqətən bizim halımızı Allahdan başqa için bilmir. Bəzən olur ki, kesin dəvətdə bu vaxtı danışdıq, elə şeylər olur ki, heç mədeyləsi deyil. Ən yaxın olan anasına insan deyə bilmir. Vallahi. Ən yaxın zövcəsinə belə, üzr istəyirəm. Uşağına, oğluna, qızına. Amma başqa şeylər hamısını demək olur düzdür. Bəzən olur ki, çox şeylər danışmaq olur. Bəzən olur ki, elə hallar olur ki, bunu ancaq Allaha ərz etmək olur. Siz bilirsiniz yəni. Bəzi hallar olur ki, bəzi deyimlər, bəzi dualar var. Bunu heç demək olmur. Elə deyil mi? Amma Allaha subhanahu teala. Heç olur mu ki, kimsə desin ki, mən Allahdan utanıram? Fikirlərsiniz, Allah subhanahu teala insanların qəlbinə belə bir şey qoymuyor. Amma deyirik də biz, mən anamdan utanıram. Anama nə cür nə danışım bunu? Elə deyil mi? Heç kimsə eşitməsi desin ki, mən Allahdan utanıram. La ilahe illallah. Siz indi Allah mı yaxındır, yoxsa anam mı? Allah subhanahu wa ta'ala. Üçüncü necə idi? Birinci Allah'a tərif etmək, sonra peyğəmbərlərə Muhammedə sallallahu aleyhi ve sellem salavat demək. Üçüncüsü günahlara etiraf etmək. İnsan gərək günahlarını etiraf etsin. Allahım, halımı sən bilirsin ya Rabbi. Hansısa istənilən bir günah və yaxud üzərində olduğumuz bir əməl. Allahım, bu günahlarımı etiraf edirəm. Bilirəm ki, ya Rabbi, mən bu günah sahibiyəm. Dördüncüsü də nədir? İnsan nə istəyirsə, onu istəsin Allahdan. Allahdan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimiz bizim üçün faydalı etsin. Yine Allah'tan dilerim ki Allah Teala bizi əməllərimizdə və sözlərimizdə ixlaslı olan kullardan etsin. Allah Teala bizim günahlarımızı bağışlasın və bizə gözəl şəkildə Quran-ı Kərimi öyrənib etsin. Barakallahu fikum, əhsanallahu ileykum. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illa ente estağfiruke və etûbü ileyk. Barakallahu fikum. Sizdən də Allah razı olsun.